Tamam, birinci sualda nedir? Deməli bizə verib belə bir şey daha. F5 axtarırız burada. Düz. F5'te x'imiz 5 değil, 2 değil, 1 değil. Ona göre bunu icra edeceğim. Ne olacak bizde? F4 vurulsun F3 üste gelinsin 5. 5. Sonra F4'ü hesablayacağım bu defa. F4'ü hesablayanda yine bu iki şart ödenmir. Ona göre bu olacak F3 vurulsun F2 üste gelsin 4. Sonra F3'ü hesablayacağım. Bu olacak F2 vurulsun F1 üste gelinsin 3. İndi F2 ilə F1'in qiymətini bilirəm. X'imiz 2 olanda cavab 2 eləyir. 1 olanda da nə olur? 3 olur. Ona göre getirip koyuram yerine. 2 vurulsun 3 ise gelsin 3 eləyir 9. Sonra F3'ümüz 9'du da getirip koydum yerine. 9 vurulsun F2'nin qiyməti. F2'nin qiyməti 2'dir. İse gelsin 4 eləyir neçə? 22. Sonra burada 22'ni vururam F3'ün qiymətinə. F3'ün qiyməti neçədir? 9'a. Üstünə gəlirəm 5'i. Deməli 198 üstünə də gəlirəm 5 ilə 203. A variantı. Sonra keçək ikinci suala. İkinci sualda nə istəyir? Deməli sətri götürür. I nə qədər ki x'in içindəndir, k-nı bir vahid artırır. Yəni sətrin uzunluğunu tapır. Deməli daxil edilən sətrin elementlərinin sayını, simvolların sayını tapır. Cavab olur D variantı. Başa düşülür necə? Yəni tutaq ki kitab yazsaydım, i'nin elementləri nə olacaqdı? K, i, t, a, b. 5 dəfə bu dövr eləyəcəkdir. K-nı 5 dəfə bir-bir artıracaqdım və sonuçda da k-nın qiymətini geri qaytarır. Sonra 3. İndi baxaq. Birinci növbədə funksiyanın nə işə yaradığına baxmaq lazımdır. Həmişə elə eləyirik. Funksiya nə işə yarayır? Funksiya ədədin rəqəmləri cəmini tapır. Rəqəmlər cəmi. Hardan bildim? S-in üstünə x-in 10'a bölünməsindən alınan qalığı gəldim. Yəni rəqəmləri bir-bir gəlirəm üstünə və x-i 10 vahid 10 dəfə neyinirəm? Kiçildirəm, 10'a bölürəm hər dəfəsində. Sonra da burada neyləmişik? B siyahısı boş siyahıydı. B siyahısının içine f-i'ləri əlavə eləmişəm. i'lər hardandır? A-nın içindəndir. Məsələn, 273'ü götürmüşəm. Ona f funksiyasını tətbiq edirəm. Yəni 273'ün rəqəmləri cəmini tapıram. Əlavə edirəm B siyahısının içine. Yəni olacaq 273'ün rəqəmləri cəmi neçə? 12. 524'ün rəqəmləri cəmi neçə eləyir? 11. 642'nin rəqəmləri cəmi neçə eləyir? 12. Sonra 412 rəqəmlər cəmi neçə eləyir? 7. Sonraki olacaq 10. Sonraki də olacaq neçə? 16, 12 yenə. Yəni cavab olacaq bu. Bu da hansı variantda verilir? Baxaq. 12, 11, 7, 10, 12. B variantıdır. Sonra 4-cü sual. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Deməli birinci verilib x vurulsun y, burada da bu funksiyanı təzədən hesablamaq. İndi nə iş görürəm? S2, 3 axtarıram. S2, 3 nəyə bərabər olacaq? Gətirirəm burada yerinə qoyuram. A-mız 2'dir, B-miz 3'dür. Onda bu bərabər olacaq. G2, 3 üstə gəlinsin 2 vuraq 3. Bir də bunu hesablamamız lazım. G2, 3 axtarıram. Bu da buradadır. Bu da 2 vurulsun 3'dür. Bu eləyir 6, bu da eləyir 6. 6 üstə gəlsin 6 eləyir 12. Cavab olur Y variantı. 5-ci sual. Diğer rekursiyadır, amma 2 dəyişəndir. Deməli birinci eğer 6, 7'ni axtarırıq. Bu bərabərdir nəyə? Şərt ödənmir. X'imiz birdən balaca deyil, ona görə bunu icra edəcəm. Eğer 5, 6, daha doğrusu 5, 5 soruyor. 2 çıxıram y-dan. Üstə gəlsin 42. 7'ni 6'ya vuranda 42 edəcək. Sonra eğer 5, 5'e hesablayıram. Onu hesablayanda yine x 1'den balaca değil. Ona göre bu olacaq eğer 4, 3. Üstə gəlsin 25. Sonra eğer 4, 3'e hesablayıram. Bu olacaq eğer 3, 1. Üstünə gələcəm 12. Sonra eğer 3, 1'e hesablayıram. Yine de şərt ödənmir bu şərt. Olacaq bu eğer 2, mənfi 1. Üstə gəlsin 3.
Sonra R2 mənfi 1'i hesablayıram. Bu olacaq R1 mənfi 3. Üstünə gəlirəm mənfi 2'ni. R1 mənfi 3 bərabərdir 3x verir. Yəni 3 vurulsun 1'e. Eləyir 3. Bu 3 elədi. 3'ün üstünə gəlsəm mənfi 2'ni eləyəcək 1. Bu 1'dir bizdə. 1'in üstünə gəlsəm 3 eləyəcək 4. 4'ün üstünə 12'ni gəlsəm 16. 16'nın üstünə 25'i gəlsəm 41. 41'in də üstünə 42'ni gəlsəm 83 alacaq. Cavab olacaq D variantı. Sonra burada ne iş görür? Demek P funksiyası elə bir ki x-ə gələk x-da, yəni 2x deməkdir bu. D funksiyası da x-in kvadratını tapır. Yəni mən bunu D, TI yazanda əslində belə bir şey olur da, elə bil. TI funksiyası nə iş görür? 2i'ni tapır. D 2i'ni də tapanda, çünki TI'miz 2 idi. Gətirib yerinə qoysam, bu olacaq 2i'nin nəyi? Kvadratı, yəni 4i'nin kvadratı. i'nin qiymətləri də nədir? 1-dən 5'ə 0, 1, 2, 3, 4, 5 qiymətləri alınır. Və hamısında da bunu hesablamaq lazımdır da. 4 vurulsun 1'in kvadratı, 4 vurulsun 2'nin kvadratı, 4 vurulsun 3'ün kvadratı, 4 vurulsun 4'ün kvadratı, 4 vurulsun 5'in kvadratı. Bu da 4'ü ümumi mötərizə xərcinə çıxarsam, 1'in kvadratı 1, 2'nin kvadratı 4, 3'ün kvadratı 9, 4'ün kvadratı 16, 5'in kvadratı 25. 4 vurulsun neçə eləyir bu? 10, bu da 30, 55 eləyir deyəsən, eləmi? 55'i də vururam 4'ə 220. C variantı. Sonra 7. Yine rekursiyadır. Ama bu biraz fərqlidir digərlərindən. Yeri gəlmişkən bu miqdə qəbula düşür bir dəfə. F deməli 13 4'ü axtarıram. Artıq sualıydı bu. 13 4'ü axtarıram. Deməli 13 4'dən balacadır? Yox. Ona görə bunu icra eləyəcəyik. Deməli F deməli 13 də gəlsin. F 13 8. İndi məsələ nədir? 13 ilə 4'ün cəmi neçə eləyəcək? 21 eləyəcək. 17. Sorry 17 eləyəcək. Sonra F 13 8'i axtarıram. Yenə bu şərt ödənmir. Ona görə bunu icra eləyirəm. 13 də gəlinsin. F demək 13 11. Çıxışa verilməli qiymət 13 ilə 8'in cəmidir. Bu da 21 eləyir. 12 ay müəllim 12. 12'dir. Yaxşı 12 olsun. 8-də 4 gəldi. Okey 12. 21 çıxışa verilməlidir burada. Düz. Bəli. Sonra F 13 12'ni axtarıram. 13 də gəlinsin. F 13 16. 12 ilə 13'ün cəmi 25'dir. Sonra F 13 ilə 16'nı axtarıram. Bunların cəmi də neçə eləyir bizdə? 13 ilə 16'nı toplasam, yəni bu şərt ödənir də, el salı ödənmir. Neçə olacaq? 13 16'dan kiçik müəllim printə girməyəcək. Niyə? Printə girməyəcək, aydın məsələdir. Amma buna icra eləyəcək də. 13 ilə 16'nın cəmi neçədir? 29. 29. Bu 29'u gəlsin bunun üstünə neçə eləyəcək? 42. 42. Düzdürmü? Bura ümumilikdə 42 oldu. 42'nin üstünə 13'ü gələndə 55. 55'in üstünə 13 gələndə 68. İndi məsələ nədir? İlk çap olunan dəyər, bax, haradakı qiyməti buna qaytardıq. İlk çap olunan dəyərimiz o olacaq, 25. Növbəti addımda 25'i çap elədim. Sonra növbəti addımda 21'i çap eləyəcəm. Sonra növbəti addımda 17'ni çap eləyəcəm və ən sonda bizdə 13 4'ün qiyməti neçə oldu? 68 oldu. Bax, gəlirik buradakı printə görə 68 qiymətini çap eləyirik.
Deməli 25, 21, 17, 68. Bunlar çap olunacaq. O da Y variantındadır. Növbəti addım. 8-ci sual. Python dilində yazılmış proqramın nəticəsini tapın. Bu asan sualdır məncə. A-mız 3, B-miz 5-dir. Gətirdik qoyduq yerinə. 3 isə yerə 5, 8. 8-in kvadratı 64. 64-ün 3-ə bölünməsindən alınan qalıb 1. Cavab B variantı. Yəni sadə, xətti birdən alqoritm alınır. 9. Bunu çap eləmək üçün indi məsələ nədən ibarətdir burada? Demək, i-nin qiyməti, məsələn deyək ki, i-nin qiyməti burada neçədir? i-nin qiymətləri 0, 1, 2, 3, 4. 0 qiymətini götürsə, x-imiz 0 olacaq. Qoydum yerinə. 0-dan hara qədər gedirəm? 5-ə qədər gedirəm. Hansı qiymətlər çap olunacaq? 0, 1, 2, 3, 4. Düz? Növbəti addımda x-in qiyməti 1 olsa, bu 1-dən 6-ya qədər olacaq. Yəni 1, 2, 3, 4, 5 qiymətləri çıxışa veriləcək. 2 qiymətini qoysam 2, 3, 4, 5, 6. Sonra 3 qiymətini qoysam 3, 4, 5, 6, 7. Bu qayda ilə gedəcək axıra qədər. Yəni düzgün cavab variantı olacaq A. Bunun üçün əslində bir-bir yoxlamaqda olar variantları. Ya da sıfırdan proqram yazmaq olar. Variantları yoxlamaq daha rahatdır məncə. Sonra 10. Python dilində yazılmış proqramın nəticəsini tapın. Tapaq. Deməli 1, 2, 3 axtarıram. Burada yerinə qoyduq. K-mız 2-dir, M-imiz 3-dür. Deməli bu bərabər olacaq nəyə? A, 2, 3 üstə gəlinsin 6. İndi A, 2, 3 axtarıram indi mən birdən. Burada yerinə qoyacağıq. 2 üstə gəlsin 3-ün kvadratı. 3-ün kvadratı 9, 2 də 11. Sonra bu 11 qiymətini gətirib burada yerinə qoyuram. 11-in altısına 6 gələndə 17 eləyir C variantı. 11-ci sual. Belə suallar ilk baxışdan adama belə pis gəlir, amma asan olur adətən. Bu K burada olmalıydı, K bərabərdir 1. Yanlışdır burada. Nəsə, deməli bu proqram, bu funksiya, ilk funksiyamız ədədin rəqəmləri hasilini tapır. Doğrudur, çünki bax, x-in 10-a bölünməsindən alınan qalığı hər dəfəsində k-ya vururam, x-i də 10 dəfə neynirəm? Kiçildirəm. Burada isə eyni əməliyyata oxşuyur, amma burada neyniyib? Rəqəmləri cəmini tapıb. İndi məsələ nədir? Siyahımız budur. S-miz 0-dır. For nə iş görür? Siyahının elementlərinə dənə-dənə müraciət edir. Əgər siyahının elementi cütdürsə, yəni i-nin 2-yə bölünməsindən alınan qalıq 0-a bərabərdirsə, onda S-in üstünə gəlirəm J-ini, yəni J funksiyası rəqəmlərin hasilini toplayır. Aydındır? Əgər tək olsa, onda onun rəqəmləri cəmini tapır. Və hamısını toplayır. Məsələn, 21-i götürürəm. 21 ədədi tək ədəddir. Deməli, bu şərt ödənməlidir. F-i-də yerinə qoyacağım. 3 olacaq. Sonra 12-ni götürürəm. 12 cütdür, onda onun rəqəmləri hasilini götürməliyəm. 14 cütdür, rəqəmləri hasilini götürməliyəm. 71 təkdir, rəqəmləri cəmini götürməliyəm. 61 təkdir, rəqəmləri cəmini götürməliyəm. 28 cütdür, rəqəmləri hasilini götürməliyəm. 92 cütdür, rəqəmləri hasilini götürməliyəm. Sonra bu cəmi hesablayacağıq sadəcə. Sual. Necə düşə bilər mənə belə sual? Düşə bilər. Niyə düşməsin ki? Sırf məntiqi sual. 20, 30, deməli 50, 57 eləyir deyəsən. Hesablama. Mən 58 almışdım. 58, onda hesablamada səhv elədim adısın. Yəni həlli yolu bu. Cover olanda hasilin, K plus olanda rəqəmlərin cəmi. Bəli, bu da vurma idi hasili tapdıq, bu da rəqəmlərin cəmini tapdıq. 12.
Python dilində yazılmış proqramın aşağıdakı ifadələrdən hansının qiymətini hesabladığını müəyyən edin. Deməli, burada funksiyanın nə işə yaradığına baxırıq birinci yenə də. Funksiya nə edir? 1 bölünsün i. Deməli, bax, elə bir ki, belə də 1 bölünsün 1, vurulsun, 1 bölünsün 2, vurulsun, 1 bölünsün 3, vurulsun, 1 bölünsün 4, vurulsun, 1 bölünsün 5 və s. hesablayır da. Yəni, bu nəyi hesablayır? 1 bölə 1 faktorial, 1 bölə 2 faktorial, 1 bölə 3 faktorial. X-in qiymətindən asılı olaraq da X-a qədər ədədlərin faktorialını hesablayır funksiya. Amma 1 bölünsün. Burada nə iş görmüşük? Baba, burada. M-imiz 0'dır. Cəmi hesablayırıq. K-mız da 1'dir. K-nın da işarəsi hər dəfəsində dəyişir. Bir dəfə mənfi olacaq, bir dəfə müsbət. 1, mənfi, 1, mənfi. Deməli, burada nə iş görür? M bərabərdir. Məsələn, 1 vurulsun, F0'ı hesablayıram. 0 hesabı qoyanda 0 olacaq da onsuz da. Onun bizə heç bir əhəmiyyəti yoxdur. 1'i qoysaq nə olacaq? 1'i qoysaq yenə heç nəyi hesablaya bilməyəcək. 1 qoyanda elə 1'dir də, onsuz da o heç. 1 üstə gəlir. Elə də saxlayıblar. 1 üstə gəlir. Artıq çıxılsın olacaq, eləmi? Çıxılsın. İkinci addımda çünki K-nın işarəsi dəyişdi. Ya da üstə gəlinsin, mənfi 1 yazaq da. Mənfi 1 vurulsun. İndi K, F, i-yə vururam. 2 qoyanda nə olacaq bu? 1 böl 2 faktorial. 1 bölək. Belə bir şey, 1 bölü 2 faktorial olmur axı. Niyə? X-ımız 2'ye qədər getmədi axı. 2 qoysam 1 olacaq da burada. P vurulsun 1 bölə i, 1 faktorial. 1 bölə 1, 1 eləyir bu da. Anlaşılmadı? Burada gərək X üstə gəlsin 1 yazaq ki, şərtdə. Proqram düz işləsin. Hə, çünki aşağıda şərtdə 0 m plus 1 yazmısınız bəlkə ona görə. Bəli, bəli. Orada ya oradan 1'dən başlatmaq lazım idi. Orada 1'dən başladığında yenə problem olur. Burada X üstə gələ 1 olmalıdır ki, mən 2 faktorialı ala bilim. Yəni artsın da get-gedə bir-bir artsın. Elə bil ki, ikinci addımda burada X-ımız əgər deyək ki, i-ni neçə götürdüm? i-miz 2 olsa. Normalda i-miz 2 olanda 1 bölünsün 2 faktorial olmalıdır. Amma mən buraya 2 qoysam 2 dəfə dövr edir də, başa düşüldü? Bir olur elə. Hı-hı. Yəni şərtdə problem vardı onda misalda öz. Burada elə bir X-ə gələ 1 olmalı. Baba, burada X-ə gələ 1 olmalı. Düzdür, cavab buna gəlir çıxır, yəqin ki, hə? Bəli, bəli. Bu götürülür. Amma bunun olması üçün burada X-ə gələ 1 olmalıdır. Okey, bunu bildik. Sonra 13. Deməli, A-mız 2, deməli F3'ü birinci hesablayırıq. A bərabərdir F3. F3'ü hesablayanda 3 2'ye böləndə qalır 0'dır, yox. 3'dən birini çıxıram, eləyir 2. Sonra F, indi A bərabərdir F2'ni hesablayacağım da, çünki F-A'nı hesablayırıq axı. 2'ye qalıq 0'a bərabərdir, hə, A-nın üstünə 3 gəlirəm. Olacaq neçə bu? 5. Sonra A bərabərdir F5'i hesablayıram bu dəfədə, düzdürmü? F5'i hesablayanda nə olacaq? Bu şərt ödənməyəcək, ona görə buna baxacağım. 5'dən birini çıxıram, eləyir 4. Cavab B variantı. 14-cü sual. İ'miz 2'dir, S'imiz boş siyahıdır. Nə qədər ki X 1'dən fərqlidir. Nedir? X i'ni bölürük 0'a, i'yə, X'i bölürük i'yə, əlavə edirik siyahıya. Hər dəfəsində də X'i i'yə inirəm, bölə-bölə gedirəm. Yine bir vahid artırıram. Hə, bu hissə, bu hissə. Sadə vuruqlar ayrı. Sadə vuruqlara ayırır, bəli. Sadə vuruqlar. Ədəd qoydum yerinə, yoxladım. Gördüm hələ ancaq 2, 2, 3, 3 belə 12-ni yoxladım. Hə də məsələn deyək ki, atıram 24 yazsaydıq, deyək ki 24 yazsaq, i'miz 2'dir. 24 2'ye bölünür, hə.
Düzdürmü? Şərt ödənir. 2-ni əlavə elədik siyahıya. Hı -hı. 24-ü 2-yə böldüm, 12 aldım oldu. 12. İndi 12 12 deməli 12 birdən fərqlidir. Hə, 12 2-yə bölünür. Hə. Düzdürmü? Bu dəfə 12-ni 2-yə böləndə alacağım 6. Növbəti səfər 6 da 2-yə bölünəcək, 3 olacaq. Düzdür? İndi 3 olanda 3 2-yə bölünmür. İni bir vahid artırıram. Olur 3 iyimizdə. Geri qaydıram. X-im 3-dür. 3 birdən fərqlidir. Hə, 3 3-ə bölünür. Hə. 3-ə əlavə edirəm bura. X-i də 3-ə böləndə, 3-ü 3-ə böləndə necə eləyir? 1. Bir anlara qədər gedir. Geri qaydıram. X birdən fərqlidir? Yox. Dövrdən çıxdıq. Yəni 24 ədədinin sadə vuruqlarını aldıq. Burada da nə etmişik? Toplamış. N ədədini daxil edirəm. İ'miz deyir S'nin içindəndirsə, S'nimiz nə idi? Siyahı da, bir dənə siyahıdır. Hansı siyahıdır? Funksiyanın nəticəsi. Yəni ədədin sadə vuruqları. Sadə vuruqlarının nəyini tapır bu? Cəmini tapır, eləmi? Daxil edilən ədədin sadə vuruqlarının cəmini tapır. C variantı. Mənim nə zaman sadə bölən ola bilərdi? Sadə bölən olmaq üçün elə bil ki, eyni olanları götürməyəcəksən də. Hə. Yəni 2 ilə 3-ün Orada yəqin fərqlilik şərt. Orada yəqin fərqlilik şərti qoyacaqdı orada. Burada bir dənə şərt qoyardı. Məsələn, belə ortada bir i+1 şərti qoyacaqdı ki, növbətini yoxla, növbətini yoxla. Yox, elə də olmaya bilərdi. Məsələn, belə də qoya bilərdik də. Burada bir dənə şərt qoyardım. Deyərdik ki, if əgər məsələn a.s.count aydın necə? S.count i tutaq ki, bərabərdirsə 0-a, onda əlavə elə. 0-a bərabər deyilsə əlavə eləmə. Düşüldü? Onda sadə bölənlər olardı. Bəli. Gəldik 15-ə. 15. Buradakı sualların arasında bəlkə də ən maraqlısı buydu. Burada məsələ nədir? F M6-nı istəyir. M-imiz rövşən sözüdür. Yazdım. Məsələn, hərflər plan sayı 26, onu nəsə oxşatdım, neynəsim? Ya dedim, bəlkə mövqeyinə görə. Heç məntiqini heç kim tutmadı bunun. Var aramızda bunun məntiqini tutan. Mən əlifba sayına görə fikirləşdim. Əlifbada mövqeyi nömrəsi ola bilərdi. Orası aydın məsələdir. Nə iş görür bu? Kim bilir bu proqram, ümumiyyətlə bu funksiya nə işə yarayır? O bir dənə əlifba var, onu eləyir. Şifrələmə ola bilərdi mənim. Şifrələmə ola bilərdi. Bəli. Sezar şifrəsidir bu. Nəsə özləşdim sonra dedim. Birincisində bax, bu Sezar şifrəsidir. Hardan bilirəm? Deyək ki, mən hər dəfəsində elementi əvəz edirəm. Nəylə? Nəylə? 26 dənə hərf var deyə burada. 26-ya altımı da gəlirəm. Elə bir elementin indeksinin üstünə gəlirəm. Sıra nömrəsini. Bölürəm ümumi cəmi 26-ya qalığı tapıram da. Məsələn, belə düşünün də. Bu 26-ya bölünmədən alınan qalıq. Mən əslində nəzəriyyədə də o yolla vermişəm onu. Yəni, deyək ki, məsələn, tutaq ki, J hərfini götürürəm. Ya da nə bilim, X hərfini götürürəm. X-dan 3 addım sağdakı elementi tapmaq istəsəm, A olacaq da bu. Mən nə edirəm? X-in sıra nömrəsinin üstünə 3 gəlirəm. Onun 26-ya bölünməsindən alınan qalıq artıq məndə ilk rəqəm verir. Yəni, ona görə 26-ya bölürük. İndi bu birinci nə eləyib? 6 addımdan Sezar üsulu ilə şifrələyib. Sonra eyni şeyi bir də mənfi 8 addım. Mənfi 8 addım. Yəni, mən elə başlanğıcdan bunu eləyə bilərəm. 2 addım sola icra eləyə bilərəm də, düzdür? Bəli. Qəşəng. 2 addım sola, 2 addım sola. Hərf şifrələmə falan 26 orada nəsə 2 addım sola. Deməli olacaq birincisi P, sonra O'muz olacaq M, sonra V'miz olacaq T, S'imiz olacaq Q, H'ımız olacaq F, Y'miz olacaq S, N'imiz olacaq L. B variantı. Başa düşüldü? Ay, sildiz mənim. Dən qaydın zəhmət olmaz.
İndi qeydlərimi götürüm. Funksiya, yenə baxırıq. Bu funksiya nə iş görür? Nə qaytarır bizə? Bir-bir elementləri, Rəqəm sətrin, daxil edilən sətrin elementlərini dənə-dənə götürür. Əgər bunun demək, upperi overinə bərabərdirsə, yəni böyük yaxud kiçik yazılmasının fərqi yoxdursa, rəqəmdir deməkdir. Onda bunu nə edirik? Ədədləri toplayırıq, rəqəmləri toplayırıq dənə-dənə. Amma hərf olanda onların nə edirik? Həmin hərfin qarşısına çıxan ilk indeksini çıxırıq. Məsələn, 1 topladım, 9-u topladım, 1-i topladım, 8-i topladım. Sonra B. B neçəncidir? 0, 1, 2, 3, 4. 4'ü çıxdı. Düz. Sonra 5'i çıxdı. Sonra 6'nı çıxdı. Sonra 7'ni çıxdı. Düzdür? Hərflər olanda indeksləri çıxırdıq. Sonra yenə toplayıram. 1000. Deməli 1 üstə gəlsin, 9 üstə gəlsin, 5 üstə gəlsin, 3. Başa düşüldü? İndi bu neçə eləyəcək? 10, bu 19'dur. Çıxılsın neçə? 9, 13. 9, 13, 21 çıxıram. Üstünə də gəlirəm neçə? 18. Düzdürmü? 16 eləyir deyəsən bu, hə? Yoxsa 15? Mən səhv elədim arası. Hə, bu 22 olur, bu da 15 olur. Anlaşıldı mı? Növbəti sual. 17. Yenə rekursiya verib, amma ikilidir burada. Demək, biz F4 axtarırıq. F4 buradadır. F4 bərabər olacaq G4 üstə gəlsin 4. İndi G4 axtarıram. G4 üçün burada icra eləməliyəm. 4 sıfırdan kiçikdir, yox. G3 üstə gəlsin 4. Ümumiyyətlə bu nə iş görür? Mənfi olana qədər, mənfi 1 olana qədər ədədlərin cəmini tapır da. Elə bil ki, 4-dən mənfi 1-ə qədər ədədlərin cəmini tapacaq. Başa düşülür? 4 üstə gələk, 3 üstə gələk, 2 üstə gələk, 1 üstə gələk, 0 üstə gələk, mənfi 1. Mənfi 1 olanda artıq dövrdən çıxır. Yəni, return edir, z-in qiymətini götürür. Bunlar gedir, qalır neçə? Bunların cəmi. Bu da 9 edir. 9'un da üstünə 4 gəlsin. 13 alıram B variantı. Sonra 18. Python dilində verilmiş proqram işə salındıqdan sonra ardıcıl olaraq 6, 5, 9, 3, 7, 2, 4, 1 qiymətləri daxil edilərsə, hansı nəticə çap edilər? Demək, bizdə K-mız neçədir? 6. A-mız neçədir? 5. B'miz də 5'dir. Düz demə, i'miz 0'dır. İndi 0 6'dan kiçikdir. Hə, s'imiz neçədir? 9. Düz demə? Tak, bu nə iş görür? Oy. Bir hamısını icra eləməli olacaq. Düz demə? Deməli, A'mız neçə idi? 5 idi, B'miz də 5 idi. Deməli, A bərabərdir neçəyə? M 5, 9. Hə, bu funksiya nə iş görür? M funksiyası. X, Y-dən böyüksə X-i, eksi halda Y-i. X, Y-dən böyüksə Y-i, eksi halda X-i. Yəni, bu ən kiçiyi tapır. Bu da ən böyüyü tapır. Okey? A-la B-ni axtaranda hər dəfəsində n 5, 9. Bu ikisinin arasında böyük olan 9'dur, ikisinin arasında kiçik olan 5'dir. İndi növbəti qiyməti. Elə bil ki, daxil edilən ədədlər arasında ən böyüyü ilə ən kiçiyini tapacağıq da biz. Sonra da böyüyündən nəyi çıxıram? Kiçiyini çıxıram. Başa düşülür? İndi ən böyüsü 9 olacaq daxil edilən ədədlərin arasında, ən kiçiyi də 1 olacaq.
9-dan da 1-i çıxsam 8 eləyir D variantı. Başa düşüldümü? Hə, məntiqin tutmaq olsa, yəni elə çətin deyil, elə baxıb Yox. yazılır. Yəni, belə də yazmaq olar, biraz vaxt aparan şeydir. Amma Yəni, məntiqini məntiqini tutsaq vaxt getməz də tez yazarıq. Aydındır müəllim. sorulur. Deməli, bax, burada məsələ nədir? Demək, bizim bu aralığı istəyir də məndən. Bu aralığı istəyirsə, x-in qiymətləri hardan 10 başlamalıdır? Mənfi birdən böyük olmalıdır. Düzdür? X böyüdür. Düzdürmü? Bərabərdir, mənfi 1. Bir şərtimiz budur. X kiçik sıfırdan. Sonra x bu tərəfdədir. Deməli, x kiçikdir 0-dan. Bu ikinci şərtimiz. Üçüncü şərtimiz nə olacaq? 1-dən yuxarıdakı qiymətlərdir. Yəni, y bərabərdir 1 deyirsə, yəni y böyükdür, bərabərdir 1 şərti ödənməlidir. Sonra, bir də hansı şərt ödənməlidir? Mənim y-ın qiyməti. Y-ın qiymətləri bunlardır da. Bunlar. Y-ın qiyməti bu aralıqda olmalıdır. Yəni, bu funksiyanın kəsişmə nöqtəsi buradır. Bundan aşağıdakı qiymətlər. Aşağıdakı qiymətləri tapmaq üçün y kiçikdir, bərabərdir nədən? X-in kvadratına. 2x-in kvadratına 2 ilə var qabağında. Deməli, bu şərtləri ödəməlidir. Hansı var? Variantlarda onu tapırıq. Başa düşüldü? Əslində sadə bir şeydir, amma məsələn, A variantı olmayacaq. Niyə? Sizcə A niyə olmur? Bilirsiniz, burada return var, görürsünüz. Ancaq bu şərt ödənməyəndə aid deyil olmur. Bu şərtlərdən hansısa biri ödənməsə aid olmayacaq. Aid deyil, çıxışa vermə. Ən solda olmalıdır. Bəli. Digərlərdə olsa şərtlərdə problem var. Anlaşıldı mı? Asan sualda biraz diqqətli olmaq lazımdır sadəcə. İndi E-nin qiymətlərini götürürük. K-nın qiymətini biz daxil eləmişik. K dəyişəninin neçə müxtəlif tam qiymətində Python dilində yazılmış proqramın nəticəsi 10 olar. İndi məsələmiz nədir? Fn nəyi hesablayır? Fn nədir? N'in kubu. Jn nədir? 2n kvadrat plus 7. İndi Fn nədən kiçik olmalıdır? Fn kiçikdir Jn. Şərti ödənməlidir. Düz? Qoysam yerinə n kubu kiçikdir 2n kvadratı plus 7-dən. Əslində burada qiymətləri də qoyub yerinə yoxlaya bilərik. Məsələn, deyək ki, 1 qoysam neçə olacaq bu? 1 9-dan balacadır. Düzdür? I bərabərdir 1 olanda. I bərabərdir 2 olsa nə olacaq? 8 kiçikdir 15-dən. Ödəyir. Sonra I bərabərdir 3 olsa 27 kiçikdir 18. Düzdürmü? 9'un 3'ün kvadratı 9. 2'ye vurdum 18. Üstüne 7 gələndə 25. Artığı yox olur. Yəni şərt ödənmir. Yəni i'miz 3 olanda şərt ödənməyəcək. Anlaşılır? Deməli i'nin son qiyməti neçədir? 3'dür. Elə bu. Neçə müxtəlifdir, yəni yoxsa
Say soruşuram. Hansı Bircə qiymətinə deyilir? Sor, Neçə sor, Hə, bircə, sıfır, qiymətinə deyilir? sıfırda olmur ki, mənim sıfırda götürmürük ki. bircə saniyə deyəcəm indi. Yox, birdən Burada tam qiymətlərində deyir də, elə deyil. Mənfilər də götürməliyəm, düzdür? İyimiz 3, sorry, bircə saniyə, başqa şey deyir bu bizə. Neçə müxtəlif tam qiymətində. Neçə müxtəlif tam qiymətində. İyimiz 1-dən başlayır. 1 qoyanda ödədi, 2 qoyanda ödədi. Nəticəsi 10 olmalıdır amma. Bunun 10 olması üçün i'nin qiyməti 9 olmalıdır, düzdürmü? 9. 9. Bircə saniyə. F2 kiçikdir. K dəyişəninin neçə müxtəlif tam qiymətində bircə saniyə bildik. Nəticə proqramın nəticəsi 10 olacaq. Burada məsələ nədən ibarətdir? Bax, bunun 10 ola bilməsi üçün, bu da başqa şey istəyir, üzrlü sayın. Bunun nəticəsinin 10 ola bilməsi üçün, ümumi nəticənin 10 ola bilməsi üçün, deyək ki, mən nəyi yoxlamalıyam? F9-u yoxlamalıyam da, düzdür? Çünki 9, 10 olanda artıq dövrdən çıxır. İndi F9-u qoysam yerinə, F9 kiçik olmalıdır FK-dan. Düz, FK neydi? JK-dan. Yəni, 9 qoyanda bu neçə eləyir? 729. 729 kiçik olmalıdır nədən? 200 2K kvadratı plus 7-dən. Başa düşülürmü? Bir də F'in yerinə 10 qoysam, F10 böyük bərabər olur nədən? JK-dan. Deməli, 10 qoyanda neçə olur? 1000 olur da, düzdür? 1000 böyük bərabər nədən? 2K kvadratı plus 7-dən. Yəni, bu hansı aralıqdadır? Bu aralıqda qiymətlər almalıdır. Başa düşüldü? İndi 729-dan 7-sini çıxdım. Neçə elədi? 722 kiçikdir 2K kvadratı kiçikdir bərabərdir neçədən? Bu bərabəri şərtdə ödəyir də zaten. 1000-dən 7-sini çıxsam neçə eləyəcək? 993. Hamısını 2-yə bölək. Neçə eləyir? 3, 6, 1. Kiçikdir K'nın kvadratı. O da kiçikdir bərabərdir. Bunu 2-yə bölürəm. 4, 9, 6. 496-dan neçəsə? Düzdür mü? 496-dan onda 5. İndi məsələ nədir? Bu K kvadratda da axı. Deməli, bu da kökün altında olmalıdır. Bu da kökün altında olmalıdır. Başa düşülür? İndi neçə olacaq? 361. 361 deməli neçənin kvadratından gedir söhbət bizdə? 400 olsa 20. 19-un kvadratı neçə eləyir? 361 elə. 361 düzdür. Deməli bu K ədədi 19-dan böyükdür. 465 olanda neçənin kvadratı olur? Deməli 441 olur müəllim. Deməli 524-ün kvadratı olsa 576-dır. 23-ün kvadratı olsa 21-in kvadratı 441-dir. 22 kvadratı 484-dür. 484-dür. Deməli bu kiçikdir bərabərdir. Kiçikdir nədən? 23-dən də, hə? Bəli. Bu kiçikdir 23-dən. Deməli hansı qeymət? 22. 20, 21, 22. Düz? Düz. Və salam. İnşallah belə misal düşməz. 3 dənə qiymət olacaq.
Anlaşıldı mı? Simalə müəllimə səsi bağlayın zəhmət olmasa. Aha. Prosta burada mənfilər ödəmir ki. Mənfilər. Yox, mənfilər ödəməyəcək. Düz. Anlaşıldı tam? Bəli, müəllim. Rekorda da baxarıq müəllim ondan sonra lap. 21. Python dilində yazılmış proqram fraqmentinə əsasən 30 qiyməti çap edilərsə, girişə verilən ən kiçik 3 rəqəmli natural ədədin rəqəmləri cəmini tapın. Demək bu nə iş görür? Baba bu. Əbob tapır mı? Belədir. İndi deməli əbob x çıx 30, x də gəlsin 30, bizə neçə verib? 30 verib. Düzdürmü? 30. Əbobları 30 olmalıdır. Demək, ən kiçik 3 rəqəmli natural ədədin. Ən kiçik 3 rəqəmli natural ədəd. X-in ən kiçik 3 rəqəmli natural qiyməti. Deməli, bu 30 olması üçün neçə olmalıdır? 150 götürə bilərik də biz ancaq elə, yoxsa 120 götürsək də olur da. 120 götürsəm bu neçə olacaq? 90. Bu da 150 olacaq da, düzdür? Burada məsələ nədir bilirsiniz? Yəni x 30-a bölünən ədəddir. 30-a bölünür. Biz siz hardan bilirəm x-in 30-a bölündüyünü. Çünki mən bundan 30 çıxanda əbobu 30 olur. 2 ədədin əbobunun 30 olmağı o demək ki, əbob nədir? Ən böyük ortaq bölən. Yəni, bu ədədlərin hər ikisi 30-a bölünür. Ədəddən 30 çıxsan da yenə 30-a bölünəcək də, elə deyil. Çünki 30 özü də 30-a bölünür axı. Məsələn, bax, 90 30-a bölünür. 90-dan 30-un çıxsam, 60 qalır, 60 da 30-a bölünən ədəddir. Ya da 90-ın üstünə 30 gəlsəm, 120 eləyir, 120 də 30-a bölünən ədəddir. Yəni, hər ikisində 30 verdiyinə görə bu rahatdır. İndi məsələmiz nədən ibarətdir? X-imiz 30-a bölünən ədəddir. Və X-imiz neçədir? 3 rəqəmlidir. Ən balaca 3 rəqəmli 30-a bölünən ədədim neçədir? 120-dir. Deməli, x-in qiyməti neçədir? 120. Onun rəqəmləri cəmini istəyir məndən. O da 3 eləyəcək. Başa düşüldü? Ümid edirəm. Bəli, müəllim, aydındır. Bu nə iş görür baxaq? Deməli, m-i ona bölürəm, çəkdirsə toplayıram və sayıram. Deməli, həm tək rəqəmlərini cəmləyir, həm də sayır. Elə deyil. Tək rəqəmlərinin cəmini və sayını çıxışa verəcək. A variantı müəllim. Bəli. Verilmiş proqram fraqmentinin icrası nəticəsində hansı nəticə çap edilər? İndi burada nə iş görür? K n-dən nə qədər ki fərqlidir. Davam edirik də. S-in üstünə K-nı gəlirik. K-nı da bir vahid artırırıq. K 5-ə bölünəndə, indi onu gətirib qoyuram yerinə. Düzdürmü? 1 ondan fərqlidir. Hə. 1 gəldim, sonra 2-ni gəldim, sonra 3-ü gəldim, sonra 4-ü gəldim. Artıq K-mız 5 olanda, K-mız burada 5 olur. Amma S-imiz bu hələ ki 4-ə qədər ədədlərin cəmidir, düzdürmü? Nə iş görür? K-mız 5-ə bölünəndə K n-ə bərabər olur avtomatik. Dövrdən çıxır. Gəlir bu komanda icra olmaq. Bunların cəmi neçədir? Bu bərabərdir 10-a. 10-un 8-ə bölünməsindən alınan qalıq neçə eləyir? 2 eləyir. Cavab ona görə 2-dir. Başa düşüldü? Bəli, bəli. 24.
Python dilində yazılmış proqramın nəticəsini baxın. S bərabərdir A-ya. A-mız 2-dir. B-miz də 3-dür. S-miz oldu 2. A-mız oldu A üstə gəlsin B. Yəni 2 üstə gələ 3, 5 eləyəcək bu. Sonra B bərabər oldu 5-dən, yox, 2-dən çıxıram nəyi? A-nın qiymətini 5-i. Eləyir -3. S bərabərdir A üstə gəlsin S. A-mız neçədir? 5-dir. S-miz neçədir? 2-dir. B-miz neçədir? -3'dür. Bu eləyir 12. Oy, nədə səhv elədik? Yox, 12 niyə yazıram? 10 eləyir də. Hesablamanı səhv elədim. 10 eləyir düz. 25. Python dilində yazılmış proqramın nəticəsini tapın. 2, 1 gətirib qoyduğu yerinə. S-miz oldu 2. A-mız oldu 3. Düz. Deməli, bu da A üstə gələk, B üstə gələk, S-ni qaytarırıq da. Deməli, 2 üstə gələk, 3 üstə gələk, 1 eləyir 6. Bu da F 6 ilə 3'dür. 6 ilə 3 hesablayırıq. Neçə eləyəcək? Bu olacaq 6. 6'nın üstünə 3 gələndə 9. 6 üstə gələk. Deməli, 9 üstə gələk 3. Neçə eləyir? 18. Bir də bunu hesablayacağıq. F 6 ilə 18'i. S bərabərdir 6. A bərabərdir 6 ilə 18 toplayıram 24. B də bərabərdir 18 olaraq qalır. Bunların cəmi 48 eləyəcək. Sonra 26. Qutarır deyəsən, hə? Bəli, müəllim, az qalıb. Demək, bu funksiya nə iş görür? Gəl birinci buna baxaq. 2 x kvadratı çıx 1, x kvadrat çıxaq 1. Bunun kvadratı üstə gələk 17'dir. Mənə bunu qaytarır ədədəsində. A-nın qiyməti -10'dur, B-nin qiyməti nədir? 31. M böyük M bərabərdir A-ya, R də bərabərdir F A-ya. F A nə olacaq? -10'u gətirib qoyacağım da yerinə ilə. Deməli, -10'un kvadratı 100. Çıxanda biri neçə eləyir? Mənim orada 19.619 eləyir. Hesablamışam. 19.619. Sonra bərabərsizlik həll eləmişəm. Arada böyükdür işarəsi qoyub bərabərsizlik eləmişəm. Deməli, burada məsələ nədir? FT böyük olanda, deməli, burada A-dan B-yə qədər də -10'dan 31'ə qədər, 32'yə qədər bir-bir gedirik. Gətirib FT-ni qoyuram yerinə də, elə bil, hə? R-dən böyük olanda M-miz T-yə bərabər olur. R-imiz də FT-yə bərabər olur. Bizdən M-in qiymətini istəyir. Yəni, X-in hansı qiymətində demək istəyir də. 2 Mənim vurulsun. orada M-in qiyməti deyəndə biz M-in T-nin ala biləcəyi ən son qiyməti götürəcəyik də, hə? Hə. Say yox. Hə, çünki burada məsələ nədir? Qiymət 17. Burada X-in qiymətləri böyüdükcə Yeni qiymət mənim istəyir. zaten FT R-dən böyük ola gedəcək. Yəni, arta gedir də. Bunun qiymətləri həmişə arta gedir. Burada elə bir ki, -10'dan başladım, 0'a qədər azala gəlir. Sonra 1'dən yenə başlayır arta getməyə də. Məsələn, 1 qoysam burada neçə olur? 17. Amma 2 qoysam edir 35. 3 qoysam Mən daha bərabərsizlik böyük. kimi həll eləyin alınacaq. Biz bərabərsizliyə ehtiyacımız olmayacaq da. Bu arta getdiyinə görə aralarında ən böyük ədəd neçədirsə modulca. Modulca ən böyük olan qiymət 31'dir. Ona görə onu götürəcəm. Bəli. Çünki bu həmişə artır. Məsələn, belə də ola bilər daha. Məsələn, deyək ki, A bərabərdir -100 verərdim, B bərabərdir 18 verərdim. Onda M-in qiyməti neçə olur desəydi, M-in qiyməti. Onda -100'ü götürəcək. Modulca ən böyük olanı götürürük həmişə. Başa düşüldü? Kvadrata yükseltib. Kvadrata görə. Hə, çünki o kvadrat var deyə, o həmişə neyir? Arta gedir.
Bu Nə kvadrat qədər var üstündə. modulca kiçik olsa da, məsələn, mənfiliyi nə qədər böyük sola doğru getsə də Mənfi kvadrata 100-ün görə kvadratı mənfi 100-ün kvadratından 1 çıxıb onu da kvadrata yüksəldib 2-yə vurub üstünə də 17 gəlsən, çox böyük ədəd alacaq da. Yəni nəinki 18 ya da ondan balaca ədədləri qoyanda. ən kiçik desəydi 11-i götürəcəkdik, yoxsa 10-u 10. götürəcəkdik. 10. 10. Yox, burada deyirsiniz, m'imiz ən kiçik qiymət olsaydı deyirsiniz. Ən kiçik 0 olacaqdı, 0. Tam Bu qiymət kiçik, desək. bu böyükdür olmayıb, kiçikdir olsaydı, kiçikdir eğer şərti versəydi, əgər, onda m'imiz 0-da olacaqdı. Çünki ən Mən ona balaca mən qiymət başda bərabərlik sıfırda. kimi həll elədim. X Sıfırda kvadrat yox, böyük 1. 100 alındı. Bax, buradakı şərt var, amma buradakı şərt. Belə versəydi, Bəli. bu nə zaman? 2 vurulsun x kvadrat, çıxılsın 1 kvadratı, üstə gəlsin 17. Bu özünün ən balaca qiyməti nə zaman alır? X X bərabərdir 1 olanda. Müsbət mənfi 1 olanda. Hə. 1. Burada deyir, ən axırıncı qiymətini istəyir də, mənfi 1-i yox, müsbət 1-i götürəcəm. Ya zaten mənfi 1-i götürəcəyik. Çünki birinci götürdümsə mənfi 1-i, ikinci qiymətə ehtiyac olmayacaq. Mənfi 1 çap olacaq. Buna əməli başda bərabərlik plan elədim, amma cavabım alındı, qəşəng alındı. Dəydi yəni. Sonra 27. Biraz məntiq tələb eləyir də. Sonra ədədin rəqəmləri cəmini hesablayıb. Bu asandır məncə. Ədədin rəqəmləri cəmini hesablayan hansı olacaq? Budur da. 1-ə O da A, prosedur sözünə fikir vermək lazımdır ki, return sözü, return götürülür. return olmasın. Mən onu səhv eləmişdim, return'a fikir verməmişdim. Prosedur sözünə fikir verməmişdim. Hə, onda bu olacaq. 1-ə Y. Düzdürmü? Sonra tərs yazılışını təmin edən funksiya. Tərs yazılışını təmin edən funksiya. Bu da deyib B variantında olacaq. 2-yə B. Sonra rəqəmləri hasilini tapan Hasil. yeni prosedur verib. Rəqəmləri hasilini tapan prosedur o da C. Bayaq da bir misal var idi, proqram fraqmenti var idi, onun içində var idi. Cüt olanda rəqəm hasili, tək olanda rəqəm cəmi. 28. Python dilində yazılmış proqramın icrası Bunlar nəticəsində da- neçə ulduz simvolu çap olunacaq? Deməli, biz F7-ni axtarırıq. Bunu ağac şəklində eləyəndə daha rahat olur. F7. 7 qoyanda ulduzu çap eləyir. Bir dənə ulduz çap elədi. İndi 7 sıfırdan böyükdür? Hə. F nə olacaq? 7-dən 3-ün çıxanda 4. 7-ni 2-yə bölüb tam ədəd kimi götürsəm 3 olacaq. F3. Sonra bunun üçün ayrı-ayrılıqda tapıram. Deməli, F4-ü qoyanda bir dənə ulduz çap olunacaq. Düzdürmü? Sonra F4-ü qoysam 4-dən 3-ün çıxanda eləyir F1. 4-ü 2-yə bölüb tam ədədini götürsəm F2 eləyəcək. Eyni şeyi 3 üçün də təkrarlayaq. 3-dən 3-ü çıxsam 0. Düzdürmü? Sonra 3'ü 2'ye bölüp tam hissesini götürsem 1 eləyəcək. Sonra bunu da götürürüm. F1'i qoysam. Bu olacaq neçə? F mənfi 2. Bu da olacaq F0. Eyni şeyi bunun üçün də təkrarlayaq. F mənfi 1. Bu nə olacaq? O birisi. F1. Sonra F1'i qoyanda F0'ı qoyanda şərt ödənmir. Ona görə bunun davamı yoxdur. Amma F1'i qoyanda davamı var. Düzdürmü? 1 sıfırdan böyükdür. Hə, F mənfi 2, F0. F1'i qoyanda burada da yenə F mənfi 2, F0. Anlaşılır mı? İndi bizdən nəyi tələb edir bu? Nəyi axtarırsınız? Hər F-ə görə bir dənə ulduz çap olunub. Neçə dənə F var burada? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15.
Deməli 15 dənə ulduz tapılacaq. F4, F3'ləri nəzərə almırıq. Sularda saydınız. Hamısını nəzərə Hamısı alınır kimi amma hamısı. Hı. bütün. Nə qədər F görürsünüzsə, bütün F'lərin sayı, ulduzların sayını verəcək. Sonra 29. Burada da həmin şeydir, ulduz. Şimdi bax, gəlin yazaq. Deməli, F13'ü axtarıram. 13 sıfırdan böyükdür, hə. Bir dənə qiymətdir də burada ancaq. G neçə olacaq bu? 12. İndi G12'ni burada yerinə qoysaq, burada ulduz çap olunmadı. Ona görə burada ulduz saymıram. Əsas G-dən başlayıram. Deməli, G parçalarını bir dənə, deməli, neyir burada? G12'dir. Sonra nə alacağıq? G10 alacağıq. Sonra nə alacağıq? G8 alacağıq. G neçə olacaq? 6 alacağıq. 2 azaldır da hər dəfəsində. Yox, sorry. Bircə saniyə. G12 qoyanda ulduz çap olunur. Düzdürmü? Bir dənə. Gəlirik. M1'dən böyükdür. Hə. Bir dənə də ulduz çap olunur. Burada bu ulduz. Hesablanır nə? F10. İndi F10 sıfırdan böyükdür. Hə. Nə çap olunacaq? Çıxışa verilir. G9. Düzdür? G9 qoyanda ulduz bir dənə çap olunur. 9 birdən böyükdür. Hə, bir dənə də ulduz çap olunur. Başa düşülürmü? Olur neçə? F7. F7 sıfırdan böyükdür. Hə, F7'yə görə nə olacaq növbəti qiymət? G6. G6'nı qoysam ulduz çap olunur. 6 birdən böyükdür. Hə, bir dənə də ulduz çap olunur. Olacaq növbəti qiymət neçə? F4. İndi F4'ü gətirib yerinə qoysaq 4 sıfırdan böyükdür. Hə, olacaq G3. G3'ü qoyanda birinci ulduz çap olunur. 3 birdən böyükdür. Hə, ikinci ulduz da çap olunur. İndi G3'ü gətirib, deməli F neçə oldu buradan? 1. F1'i qoysam 1. Sıfırdan böyükdür. Hə, nəyə çıxışa verir? G0. G0'ı qoyanda bir dənə ulduz çap olunur. 0 birdən böyükdür. Yox, əməliyyat başa çatdı. Deməli neçədən ulduz çap olundu? 2, 2, 2, 2, 1. Başa düşülür? Ümumi 9 dənə ulduz var orada. Tam aydın oldu? Bəli, müəllim, bəli. 30-cu sual. Demək, 30-cu sualda belə bir şey var. Birinci F7'ni hesabla. F7'ni hesablayanda biz nə edirik? Gətirik burada qoyuruq. 7 2-dən böyükdür. Hə. F6 üstə gəlsin. G neçə olacaq bu? 5. İndi F6'nı hesablayıram. F6'nı hesablasam bu neçə olacaq? F5 üstə gəlsin G4. F4'ü hesablayıram. F5'i hesablayıram. Ne olacaq bu? F4 üstə gəlsin G3. Düzdür mü? F4'ü hesablasam neçə olacaq? F3 üstə gəlsin G2. Doğrudur. F3'ü hesablasam F2 üstə gəlsin G1. İndi ən yüksək qiymət neçədir burada? G5'dir. Gəl G5'i hesablayaq. Niyə hesablamadım? Çünki F2'nin qiyməti artıq hesablanandır. 1'dir F2. İndi G5'i hesablasam bu nə olacaq bizdən? N2'dən böyükdür, 5 2'dən böyükdür. Hə. Bu olacaq G4 üstə gəlsin F neçə? 3. Sonra G4'ü hesablayıram. Bu neçə olacaq məndə? G3 üstə gəlsin F2. Sonra G3'ü hesablayıram.
Bu neçə olacaq? G2 üstə gəlsin F1. İndi artıq bütün qiymətləri hesablamış olduq. Biz nə edirik ilk öncə? Deməli, G2-nin qiyməti məlumdur 1-dir. F1-in qiyməti də məlumdur. 1 qoyanda F-də yerinə bu da 1 eləyir. 1-in üstünə 1 gələndə eləyir 2. Oldu 2. Bu 2-dir. Bunun da qiyməti 1-dir, çünki şərt ödənmir burada. Eləyir 3. Demək, gəl indi buradakıları hesablayaq. G1 olsa neçə olacaq cavab? 1 olacaq. F2 olanda 1 olur. Bu da eləyir 2. G2 qoysam 1-dir, F3 də 2-dir. 1 üstə gəlinsin 2, eləyir 3. İndi F4-ün qiyməti məlumdur. 3-dür. G3-ün də qiyməti məlumdur, qiyməti. 2-dir. Toplayanda eləyir 5. F5-in qiyməti 5-dir. G4-ün qiyməti neçədir? 3-dür. Gətirib qoyuram yerinə. 3 üstə gəlsin 5, eləyir 8. İndi burada G4-ün qiyməti 3-dür. F3-ün qiyməti neçədir? 2-dir. Gətirib qoyduq yerinə elədi 5. G5-imiz 5-dir. F6-mız neçə idi? 8 idi. 8-in üstünə 5 gələndə eləyəcək 13. Cavab olacaq 13. Tam başa düşdük. Bəli, müəllim. Bilmem. Bu da bitti.